İnsan bəzi hissləri keçirir. Məsələn, qorxu. Bu qorxu hissini bir var itə pişiyə nisbətdə keçirirsən, bir var hansısa səndən güclü olan insana nisbətdə keçirirsən, bir var zəlzələyə nisbətdə keçirirsən, bir var Allaha nisbətdə. Yaradan varlığa nisbətdə artıq sən ona qorxu demirsən. Biz lüğətdə hamısına qorxu deyirik, ancaq o hiss mahiyyəti fərqlidir. Allaha nisbətdə bizim içimizdə olan qorxu heyvana keçirdiyimiz qorxudan fərqlidir. Onun içində hörmət var, onun içində heybət var, onun içində təşviş var, biraz qorxu var, biraz ümid var. Bunun sevgi var, bəli. Bunun qatışığından ibarət olan bir hissə bizim dilimizdə uyğun söz olmadığına görə biz ona deyirik qorxu. Fərqli qədim kitablara və dini ədəbiyyata baxanda biz görürük ki, o qorxu tamam başqa qorxudur. Sən beynində Allahı düşünəndə üç başlı əjdaha kimi, yuxundakı kabus kimi düşünmürsən. Biz indi gərək İslam dini ədəbiyyatına, orada da məsələn Qurani-Kərimdə bu hiss xuf kəlməsi ilə göstərilib. Məsələn, rob kəlməsi ilə yox, ərəblər rob kəlməsini it-pişiyə nisbətdə bir qorxuda bu kəlmədən istifadə edirlər. Ancaq Qurani-Kərimdə xuf, təqva və bu cür ifadələr gəlib. Deyir ki, ittəqullah. İttəqullah Azərbaycan dili tərcümələrində Allahdan qorx kimi tərcümə olunur. Ancaq bir halda ki, sən Qurana baxanda orada təqva sözünü görürsən. Təqva sözü də viqayə sözündəndir və viqayə sözündə bu Otto Rudolf'un dediyi o trement içində olan titrəyiş o mənaya yaxındır. Bizim lüğət bazamız zəif olduğuna görə sən tərcümədə artıq bilmirsən bunun müqabilində hansı söz istifadə edərsən. Yazırsan qorxmaq. Və Qurani-Kərimi sən tərcümədən oxuyanda sən orada görürsən ki, hər iki kəlmədən bir deyir Allahdan qorx. Yəni oxumuşam, ən çox da qorx sözünü şahid olmuşam. Qorx sözünü bir insan oxusa nə fikir yaranır? O deyir ki, bu kitab elə adamı qorxudur. Yəni deyirsiniz ki, bu artıq tərcümənin problemidir. Yəni tərcümənin problemidir. Dilin çətinliyi, dilin lüğət bazasının kasad olmasından irəli gəlir və orada əsl mənbədə olan söz təqvadır. Təqvanın mənası, məsələn, atandan insan içəri girəndə bir qorxur. Ancaq o qorxuya deyirsən heybət. Yəni ataya nisbətdə olan hörmət, ona dəyər və əzəmət səndə ona nisbətdə hansı hal yaradır? O təqva ifadəsi buna yaxın olan bir ifadədir. Qurani-Kərimdə istifadə olunan kəlmə Allahdan qorx deyəndə o mənadadır. Yəni Allaha nisbətdə içində bir heybətin olsun, bir əzəmətin olsun, bir sevgi və dəyərin olsun.